Привет, я Fidan Türksoy, учитель russkого языka. O bir misal verir uşaqlar. Kimisə qınayanda, barmaqla göstərəndə müdrik insanlar deyir, unutma ki, bir barmaq kiməsə göstərəndə 4 barmaq sənə baxır. Yəni ki, kimisə qınayanda ilk öncə özündən bağışlamaq lazımdır. Bu misalı niyə gətirirəm? Əzizlərim, bax, bir müəllimə kimi səhifəmdə paylaşıram. YouTube kanalında paylaşıram feilləri. Canlı yayım açıram, daima gəlib izləyəsiniz. Sonra bağlı Telegram kanalım var. Hansı ki, fərdi dərslərdən nə öyrədirəmsə, qaydanı nəzərdə tuturam. Eyni şeyi orada da edirəm. Və xüsusi başqa bir şeylər də var. Xüsusi proqramla hazırlanıb deyə bağlıdır. Sadəcə bir dəfə daxil olmaq üçün ayda yox, 10 manat ödəyirsiniz. Oturun, düşünün, 10 manata indiki zamanədə nəyə xərcləyə bilərsiniz? Amma eyni zamanda da 10 manatı həqiqətən verib, məsuliyyətli insansınızsa, məqsəd yönlü insansınızsa, nə qədər gələcəyinizi dəyişə bilərsiniz. Və ora daxil olan insanlar sadəcə fərdi şəkildə sonra dərsə yazılır ki, orada aldığı biliyi, məlumatları görüm düzgün tətbiq edirəm, yoxsa yox. Yəni, əvvəllər, məsəl üçün, proqram 6 aylıq idisə, 5 aylıq idisə, baxır götürmə qabiliyyətinizə, indi o bağlı Telegram qrupunun sayəsində qısalır, başda 3-4 ay, olur 2 ay, 3 ay maksimum. Gör nə qədər irəli gedirsiniz. Bunu nə üçün deyirəm? Yəni, necə dediyim kimi əvvəldə də nümunə gətirdim. Bir barmaq başqasına göstərəndə unutmayın ki, 4 barmaq sizə baxır. Eləcə də bu qədər fürsətlər mən müəllimə öz tərəfimdən deyirəm. Bu qədər fürsətlər yaradıram. Sən əgər istifadə etmirsənsə, hərəsinə bir bəhanə tapırsansa, sabah o fürsətlərin istifadə edib günü-gündən bir addım irəli gedən insanları görəndə qınama. Özünü qına ki, vaxtında istifadə etməmisən. O bir misal var idi. Cavan olur, Allaha deyir ki, mənə güc ver, hər kəsi dəyişim. İllər gedir, yaşa dolur, deyir Allah, imkan ver ki, mənə güc ver ki, ailəmi dəyişim. Ona da illəri gedir. Sonra deyir ki, nə bilim, ən yaxın insanımı dəyişim. Sonra isə qocalanda deyir ki, indi başa düşürəm ki, mən ilk öncə özümü dəyişməliydim. Yəni, heç kim sizdən artıq deyil. Biri uğur qazanır. Siz isə sadəcə ona baxırsınızsa, oturun, yaxşı-yaxşı bir güzgünün qabağına da keçin, özünüzlə dürüst olun. Amma bir onu deyim ki, heç nə, heç vaxt gec deyil. Sadəcə bəhanələri atın, hərəkətə keçin. Ancaq hərəkət insanı nəyisə gətirib çıxarır. Bəhanələr isə sadəcə vaxtını alır. Alınan, itən vaxtı isə nə qədər pulunuz da olsa geri qaytara bilməzsiniz. Ona görə də nə qədər ki gec deyil, WhatsApp nömrəmizə yazın, qoşulun Telegram kanala və nə qədər irəli getdiyimizi özünüz şahidi olun.